Salam, hər vaxtınız xeyir olsun. Çempionlar Liqası 3-cü oyun gününün Atletik Bilbao Qarabağ oyununa həsr olunmuş oyun öncəsi mətbuat konferansını açıq elan edirik. Mətbuat konferansımızda baş məşqçimiz Qurban Qurbanov və futbolçumuz Kevin Medina iştirak edir. Öncə mətbuat konferansı iştirakçılarımız öncə Qurban Qurbanov və ardından Kevin Medina fikirlərini bildirəcək. Daha sonra suallara keçəcək. Başlayalım. Salamlayıram hər birinizi. Vacib oyundur. Əlbəttə ki, çox yaxşı komandaya qarşı oynayırıq. Oynayacağıq daha doğrusu. Və çox yaxşı, çox təcrübəli baş məşqçiləri var. Özünə xas oyun üslubu olan bir kollektivdir. Çox dinamik, çox sürətli, həm müdafiədə, həm hücumda çox aqressiv oynayan bir kollektivə qarşı oynayacağıq. Və bizim təcrübəmiz xeyli artır, ildən-ilə artır. Bilirik, rəqib çox istəkli olacaq və istəkli də hətta bu oyunda çox qalib gəlmək istəyir ki, xal fərqini yaxşılaşdırmaq üçün. Hər bir halda bilirik ki, bizim üçün meydanda çox hərəkət etmək lazım olacaq və çox düşünmək lazım olacaq. İnşallah çalışacağıq möhkəm olaq meydanda, daha yığcam olaq və ən azından bu cür rəqibin belə deyək, tempinə davam gətirə bilək. Mən belə inanıram ki, ən azından azarkeşlərimiz bizim göstərdiyimiz oyundan mübarizədən razı qalacaqlar. Saludos a todos. Sobre el partido que tenemos mañana con un rival como es el Athletic, un equipo el cual le tenemos máximo respeto. Creo que un equipo que de alguna manera también con todo lo que el Carabao ha hecho se ha ganado también algún respeto. Vamos a intentar hacer lo que hemos venido trabajando durante todos estos días, pensando sobre ese juego, y lo que tengo para decir es que será un partido muy difícil para nosotros, creo que para ellos también, porque como todo el mundo sabe es un rival que no es fácil, pero venimos trabajando de una manera muy seria, venimos con un buen ritmo, entonces creo que mañana nuestro equipo hará todo para intentar salir con una victoria. Suallara başlayaq, buyur Teymur. Marko Yankins haqqında qərar artıq vermişsiniz, sabah oynayacaq və yox və bir də ki, Nərimanla Curan arasında seçim etmək nə qədər çətindir və artıq seçim edilib, ümumiyyətlə kim start heyətdə çıxacaqsa var. Yankoviçlə bağlı tam komanda ilə məşq eləyir. Ola bilər ki, bəlkə öz idman formasından biraz uzaqdır, amma hər bir halda çalışır ki, onun təcrübəsindən istifadə etməyə, amma hələ ki, dəqiq qərar verməmişəm ki, ilk dəqiqələrdən yoxsa sonradan. Nərimanla Durana gəldikdə, hər ikisi hal-hazırda yaxşı idman formasındadır. Özlərini həm oyunlarda, həm məşqlərdə yaxşı tərəfdən göstərirlər. Və hələ sabah kimi vaxtımız var. Sabah yəqin ki, meydana dəqiq bilinəcək. Oyun başlayan 2 kimi çıxacaq. Belki birinci kelimeyi verdiler. İkinci kelime verdiler belki. Hocam öncelikle başarılar. Kardeş ülke Türkiye'den Recep Kaya. Hocam Karabağ'ın bu başarısı sadece Azerbaycan için değil, tüm Türk dünyası için gurur verici bir olay. Böyle bir duyguyu yaşatmak size neler hissettiriyor? Xoşdur sizi burada görmək. Bəli, məlumatlıyıq bizim hər oyunumuza qardaş ölkədən, Türkiyədən
çox böyük dəstək olur. İstər Bakıda oynayaq, istər ölkə xaricində oynayaq. Bütün oyunlarımıza demək olar ki, ölkə xaricində olanda Türkiyəli qardaşlarımız oyunlarımızda iştirak edirlər və ümumən hər oyundan sonra da çox böyük maraq göstərirlər. Və əlbəttə ki, onlara təşəkkür edirəm hər birinə. Və bu ancaq bu hissləri bəlkə sözlə ifadə etmək olmaz. Çox xoşdur və bizim az yox, daha çox bizim azarkeşimiz var. Bizə dəyər verən insanların sayı çoxdur və bu sadəcə bizim məsuliyyətimizi daha da artırır və həvəsimiz daha da çoxalır və biz də çalışırıq ki, daima öz oyunlarımızda daha yaxşı nəticə əldə etməyə. Kevin'e önce suallarınızı vereyim, məşqə çıxmadığını görün. Salam Kevin. Elche ile oyunda Nico sonradan oynaya girdi ve başlayıp herhalde yeniden oynamağa ama tam hazır değil. Bu taraftan da Inaki Williams var. Bu iki kardeşlere karşı tam performansı olsa da olmasa da Nico ve Inaki'ye karşı nece hazırlaşırsınız bundan bağlı? Soruşmaz. Nuestra preparación no es solo para los Williams, creo que nuestra preparación es para el Athletic. Creo que el fútbol es un conjunto, es verdad que son jugadores muy referentes en ese club, pero nuestro equipo se ha preparado excelentemente para jugar contra el Athletic, no solamente contra los Williams. Entonces creo que estamos bien preparados para enfrentar al Atlético el día de mañana. Kevinə sual vermək istəyirdim. Ümumiyyətlə bu mövsümlə bağlı. Son mövsüm, keçən mövsüm ola bilər ki, onun üçün biraz çətin keçdi, bir ara tənqid olunurdu. Bu mövsüm isə sanki ikinci cavanlığını yaşayır və bu mövsüm onu nə motivasiya edir və yanaşmada nəsə dəyişdi ola bilər ya da Çempionlar Liqası motivasiya edir. Bu il Kevin sanki daha da etibarlı təsir bağışlayır. No, lo que me motivó para esta temporada creo que fue lo que sucedió la época pasada, de pronto que la época pasada no estuve en un buen nivel, entonces aprendí con eso y me mentalicé y comencé a trabajar más fuerte para intentar buscar mi mejor nivel y creo que en este momento estoy bien y quiero continuar y creo que fue lo del año pasado, creo que me motivó, creo que el ser humano aprende con los errores y creo que con los errores del año pasado he mejorado para estar al nivel que estoy hoy en día. Qurban, mən sizə iki sual da vermək istəyirdim. Siz həmişə deyirsiniz ki, hər mövsüm, hər oyun güclü rəqiblərə qarşı oyun, hər bir futbolçu üçün və komanda olaraq da Qarabağ böyüyür. Bu iki oyun, Çempionlar Liqasının iki oyunu şəxsən sizi necə dəyişdi və ən dəyişdi, biraz ola bilər ki, düzgün bir söz deyil, ən əsas çıxartdığınız nəticə nə idi bu iki oyunlardan sonra? Artıq əgər keçən mövsümlərdə Bayernlə qarşı ayrı bir oyun idi, Braqaya qarşı oyun idi, amma bu dəfə sanki tamamilə fərqli bir vəziyyətdir və artıq top 5 ölkələrdə də bu iki oyundan sonra Qarabağdan danışırlar. Dəyişiləcək bir şey yoxdur. Sadəcə futbol elə bir oyundur ki, ümumiyyətcə idman, yəni elə bir peşədir ki, burada hər il, hər oyun uğur əldə edə bilməzsən, nə qədər hətta güclü olduğun müddətdə belə görürsən ki, öz istədiyin nəticələri əldə edə bilmirsən. Mən dəfələrlə bildirmişəm ki, çox böyük klublar var ki, bir il Çempionlar Liqasını qazanırlar, amma sonraki il görürsən onu əldə edə bilmirlər və yaxud öz ölkəsinin çempionu olurlar, digər il ola bilmirlər. Və biz də kiçik bir futbol ölkəsiyik, amma buna baxmayaraq biz sadəcə belə turnirlərdə
həqiqətən çox böyük təcrübə qazanırıq. Ümumiyyətlə gələcək üçün, gələcəyə ümidlə baxmaq üçün sanki belə böyük oyunlarda qalibiyyətlər əldə etmək lazımdır. Və bu da şükürlər olsun Allaha bizim hər il demək olar ki, belə qalibiyyətlərimiz olub. Sadəcə bu il 2 oyun, 2 qalibiyyət bu daha da gələcəyə ümid verir ki, biz özlərimizə daha çox işləsək, daha çox çalışsaq və təkcə klub olaraq yox, ümumiyyətcə bizim ölkə futboluna böyük bir inam, böyük bir həvəs verir ki, öz milli çempionatımızın da səviyyəsini daha yaxşılaşdırmağa ki, belə böyük klublara qarşı yaxşı oyunlar əldə etməyə. Mən belə biz sadəcə həmişə çalışmışıq ki, öz üzərimizə düşən vəzifəni düzgün yerinə yetirək, onun məsuliyyəti yerinə yetirək. Bilirik, Avropada futbol daha çox inkişaf edir və daha sürətli də inkişaf edir. Amma ən azından onlara qarşı düzgün düşünmək, düzgün, yaxşı çəkinmədən mübarizə aparmaq bu bizim missiyamızdır. Və belə də inşallah uğur ola bilər, bugün var, sabah olması və yaxud bugün olması, sabah olacaq. Və sadəcə biz, əgər Qarabağ varsa, futbol varsa, bu kollektiv varsa, biz daima iş başında oluruq və o hansı ki, bəlkə də nadir olan qalibiyyətləri biz onu səbirsizliklə gözləyirik və inanıram ki, onu da Allah hansısa vaxt sənə hədiyyə edir, hansısa vaxt verir. Akşamınız xeyir olsun. Qurban Hoca, bir daha Avrupa'ya xoş gəlmişsiniz. İnşallah yeni zəfərdarlığında sabah da bu oyunu kazanarsınız və mənim son spesifik və sabahki oyunla bağlıdır. Çünki siz hər bir komanda haqqında danışarkən onların güclü tərəflərini və Qarabağa yaradacağı problemlərdən danışırsınız. Məsələn, bu nöqteyi nəzərdən baxsaq, atletik necə səciyyələndirmək olar? Komanda hansı komponentlərdə daha çox Qarabağın oyun üslubuna belə deyək, uyğun gəlməyən bir tərzdə oynayır və onlara qarşı Qarabağın üstünlüyü nədə ola bilər? Təşəkkür edirəm. Elə əvvəl fikirlərimdə bildirdim ki, çox dinamik futbol oynayan bir kollektivdir. Ümumiyyətcə, ən tez, belə deyək, rəqib meydançasına topu daha tez çatdıran kollektivlərdən biridir və çox sürətli bir şəkildə çalışırlar ki, rəqibin zonasında oyunu qurmağa və bu bizə çətinlik yarada bilər. Çünki belə olduğu halda biz meydanda bəzən düzgün yerləşə bilmirik. Çünki oyun həddindən artıq sürətli gedir və bu bizə mane ola bilər. Amma necə ki onlar çalışırlar ki, rəqibə öz oyununu oynamağa imkan verməmək ki, özləri düşündükləri oyun oynasınlar. Eləcə də biz həmişə futbolçulardan tələbim olur ki, onların öz oyun üslublarının qarşısını almağa, ki, onların düşündüklərini meydanda yerinə yetirməyə imkan verilməliyik ki, biz də öz oyunumuzu oynaya bilək. Amma hər bir halda bugün biz real baxmalıyıq. Bəli, bugün biz rəqibə çox böyük hörmətlə yanaşırıq və çox hörmət etdiyim məşqlərdən biridir komandanın başında və kollektiv olaraq, yəni fərdi qaydada ümumiyyətcə çox bacarıqlı, keyfiyyətli futbolçuları var və böyük, zəngin Avropa təcrübələri var. Bu təcrübə ola bilər ki, bizi üstələsin və üstəlik çox gözəl bir arenaları var. Adət-keçlər həddindən artıq çoxdur, o ola bilər. Amma biz dəfələr olub ki, belə oyunlarda iştirak eləmişik və uğurlu nəticələrimiz heç az olmayıb. Sadəcə bizim ən ümumiyyətcə bu dəqiqə futbolçulara motivasiya verdiyimiz və onlara rəqibə qarşı çəkinmədən oynamağımız ki, daha ürəkli olmaları, daha dözümlü olmalarıdır. Əgər belə olduğu halda, çünki ola bilər bir rəqib, digər rəqiblər ola bilər ki, oyun ərzində bir 20-30 hücum edirsə komandaya, bu komandanın potensialı var ki, bəlkə də ondan daha artıqını etməyə. Biz buna hazır olmalıyıq. 90 dəqiqə buna dözməliyik və inşallah belə oyunlarımız olur. Amma inanıram ki, hər birimiz üçün maraqlı oyun olacaq və yaxşı mübarizə edəcək meydanda. Hocam, salam sizi mübarək görmək xoşdur. Günorta həm Aytor Paradis'in, həm Ernesto Valverde'nin
Ətbal konferansında demək olar bütün diqqət Qarabağın şəninə təriflər yağdırması idi. Yəni hörmət edirik, diqqətlik. Amma oradan xüsusən də bu güclü tərəflə bağlı Enes Valverde dedi ki, orta sahə və hücum arasındakı bağlantı çox yaxşıdır və sürətli. Siz eyni atletiklə bağlı dediyiniz ki, çox sürətli çıxırlar və cinahlar burada çox sürətli iştirak edir. Eyni sözləri Andri demişdi. Kale Kopenhagen'ın əvvəl hətta o əlavə eləmişdi ki, Qarabağın cinahları o qədər öldürücüdür ki, ancaq böyük klubların bunun qarşısında durmaq şansı var. Həm bu söz fikrin özündən rəyiniz maraqlıdır, həm də məsələn atletik bu böyük klublardan sayılarmı ki, o öldürücü cinahlarımızın qarşısını kəsə bilsin. Atletik elə o özü böyük klubdur. Yəni bunu digərlərindən ayırmaq olmaz. Amma qaldı ki, Valverde'nin və yaxud Andri'nin və yaxud digərlərinin fikirlərinə bəlkə biz oyunun üslubumuzu dəyişək ki, biraz bizim üçün çox çətin olmasın, daha diqqətli olacaqlar. Amma hər bir halda bu sözləri eşitmək xoşdur. Yəni bunlar həqiqətən böyük ehtimal gördüklərini deyirlər. Çünki biz də rəqibləri analiz etdikdə onların daha çox üstün tərəflərinə çox böyük önəm veririk. Eləcə də rəqib əgər bunu düşünürsə, deməli bu bir daha göstərir ki, biz nə dərəcədə səliqəli oynamalıyıq, ən vacibi. Yəni öz oyun üslubumuzdan əl çəkməmək, amma daha səliqəli oynamağa çalışmalıyıq. Və bir daha göstərir ki, belə böyük klubların bizə qarşı belə ciddi yanaşması bu çox sevindirici haldır və bizim belə deyək istəyimizi, həvəsimizi, məsuliyyətimizi daha da artırır. Və onların o fikirlərinə görə də təşəkkür edirəm hər birinə. Medina'ya sual yoxdursa ona icazə verə bilərik. Hola Kevin, bienvenido. Dentro de los planes de partido, de las variables que pueden condicionar la victoria o no del Karabaj, está el jugar con la ansiedad que puede tener el Athletic por ir colista con 0 puntos en este caso. ¿Qué te puedo decir? Creo que en ese tipo de partidos y en este momento como el Athletic está con 0 puntos, creo que pueden venir con un poco más de, como tú dices, como ansiedad, de ganas, y creo que ahí nosotros debemos también ser un poco inteligentes y saber jugar contra eso. Y ¿qué te puedo decir? Sobre eso también creo que lo que tenemos en el Carabao, lo que tiene que estar más concentrado en nosotros, en nuestro juego, porque aunque hemos ganado 2 partidos seguidos, creo que si nos relajamos, eso puede ser también algo muy malo para nosotros, que creo que nosotros no estamos buscando eso. Entonces va a ser un partido que nosotros intentaremos hacerlo mejor y aprovechar los errores del Atlético en ese caso, y esperar para que nos va a dar el partido mañana. Medina, Last question, axırıncı sual. Mən 2 ondan sonra 6 puan topladı Qarabağ və istər-istəməz artıq hazırki arasında da artıq hesablamalar başa keçən, məsələn 10-11 halla artıq komandalar 24-lüyə düşürdü. Əgər Çempionlar Liqasından qabaq bəlkə bu bir xəyal kimi sayılırdı, amma indi biz deyə bilərik ki, 24-lüyə düşmək bu məqsəddir və belə ümumiyyətlə söhbətlər futbolçulara necə təsir edir və buradansa bir narahat edəcək bir məqamlar varmı sizin üçün? Narahat deməzdim, narahatçılıq var, amma ümumən bəlkə futbolçulara hansısa bir formada təsir eləyir və bunu çalışır aradan qaldırmağa, amma hər şeyə real baxmaq lazımdır. Hələ qarşıda 6 oyun var və 6 oyun 18 xal deməkdir və turnirdə iştirak edən komandaların da ümumi baxsaq ki, onların gücünə, reallığa baxsaq, onlar hər biri qarşıda 15, 12, 13 xal toplamağa qadirdirlər və sadəcə bizim əlimizdə
bugün daha çox hal əldə etmə imkanımız varsa biz bundan maksimum çalışırıq istifadə etməyə, amma yəni mütləq belə bir qarşımıza vəzifə qoymamışıq ki, biz bu iki oyunu qalib gəldik və qarşıdakı oyunlarda mütləq biz qalib gələcəyik deyə belə bir fikrimiz yoxdur. Sadəcə biz ümumiyyətcə hər bir uğur əldə etmək üçün həmişə biz çalışırıq ki, oyunumuzu daha da yaxşılaşdırmağa, daha da səliqəli olmağa, daha da yığcam olmağa və belə olduğu halda əlbəttə ki, uğur gəlir. Amma bu normal haldır. Bütün dünya futbolunda olan bir fikirlərdir. Hansı ki, hamı istəyir ki, öz komandaları daha yuxarıda olsun, daha uğurlu nəticə əldə eləsin. Və biz də bugün əgər bunların sırasındayıqsa, bizim üçün çox xoşdur bu ifadələri eşitmək. Amma qarşıda hələ bizi xeyli böyük mübarizələr gözləyir. Çox sağ olun. Sabah görüşərik. Sağ olun, təşəkkürlər.